İcbar hakkında danış ve numune göster. Aha, icbardır. Buyur. İcbar iki ve daha artık subyekt olur. Şəkilçilər tırtı. Mesela numune. Seymur işi eline gördürttü. Allah. Allah Ekber. Seç birini. Müəllimlə haqqında danış. Ne güzel. Hayır. Buyur. Müəllimlə müəllim həm sadəcə zətə mürəkkəb olur, həm subyekt obyekt olur. Məsələn, mən yürüyürüm. Yok. Yuyulmak özelliği. Yuyulmak, onu en çok ilsel var. Mesela yufeyle. Orada kaydışma göre işi özlerinde icra ediyor. Nümunə səhvdir, Gülər. Nümunə səhvdir. Feyli bağlamını müftəda şəkildə göstər. Feyli bağlamı müftəda şəkildə. Feyli bağlamını mən oxuyan Feyli bağlama müftəda olabilir mi Ayzami? Olabilir mi inşallah? Olabilir. 3 gibi. 2, Allah. Feylin qramatik mənan olur. Məlum, məşğul, qaydır, şəxsiz, icbar, qarşılıq bilir. Predikatif feyle boşlananlar sağ-sədir yoxsa isə hissəcəkdir? Onu soruşur yoldaşım. Sağsə predikativ fiillərə xoşla bilmir. İsə xoşlar bilir. Məsələn, yoxsa. Bəli, varsa, yoxsa doğrudur. Əyləş. Daha sonra... Məsələn, fiili bağlamaq, fiili. Bəli, əyləş. Gəl ilkin. Yaxşı hazır. Görürüm ki, şartlar hələ havada qalır. Çox hazırlaşdı. Daha ilkinə. Ay ben aldım. Şəkilçiləri aman ediyor. Acıq bir sifət olsun. Aha. Acaq feyli sifət kimi. Və amonim şəkilçilər sayır. Acaq deyil. Mən tikdə acaq edeyim də. 2 saat bir yerdə olmalı. Fiili sifətilə. Kısa bir yerdə olmalı. Ay mənim hocam fiili sifətilə. 3 saat bir yerdə qoyub nə deyim mən bunu? 3 saat deyil də, müəllimə. Mürəkkəb suallar var da. Şəkilçiləri aman edeyim deyim. Aha. Acaq, burada isim kimi dayanacaq. Sonra acaq, sonra gələcək zaman şəkilçi, bir də feyli sifətindən. Feyli sifət kimi nümunə göstərdi. Feyli sifət. Məlum dayanan, sonra məchulda dayanılan, dayanılan, nə qaydırsa, sonra dayanılan yenə də eyni şəxsizdir. Yaxşı təsis edilən. Dayandırılan, ya da qaçışan. Tamamıyla doğru.